Hörmətli izləyicilərimiz, sizə bağlı bağçalı 5,5 sotda ev ideal, kirayə biznesi olan bir dənə ev tapmışam. Alta o qədər məhsul götürüb ki, Meştəbə də yaxın. 2 nömrəli Meştəbin düzü yanı. Deyərdim ki, əsl həyət evi belə olar. Qardaş evimin kupçasını almışam, sənədin qayqasındasan, xidməti də göstərmişəm, algı sertifika eləmək olur. Vurma ağacları olmayan, həyətdə olmayan heç nə yoxdur, hörmətli izləyicilərimiz. Burada təsərrüfatlı qardaşım, toyuğu, düzəsi, hər bir şey, kənd yumurtası burada, nar. Burada bir dənə üzüm dal var, hörmətli izləyicilərimiz. Bu hər şeyi bir-bir təqdim eləyək. İnansız, buranı da qardaş dəqiqində otun zadını təmizləyir. Burada oturursan qəşəng, masanı qoyursan, sərinlik, yaşlılığa heç nə çata bilməz, hörmətli izləyicilərimiz. Evimizin giriş hissəsi buradadır. Bax, burada da bir otaqlı hazır kirayəsi var. Onu da 150 manata verib qardaş. 150 manata verib. Bir dənə böyüyə, əncil ağacı elə buradadır. 143.000 manata. Baxın, bax, burada təsərrüfatdan açıb hər şeylər. Təmiz-təmiz. Gəl, mən göstərəm. Biberlər, reyhan, bax, pomidorlar. Həyətdəndir. Gilas ağacı, 2 dənə badam ağacı, fındıq ağacı, üzümü. Həyətdə olmayan maşallah heç nə yoxdur. Əmi çox əziyyətlə bəhər görüb burada, yəni. Bəhərin də yəni axlamasına görüb. Ağaclar maşallah baxıram, dustut doludur. Bu da nəsə cavalı yox, cavalıdır. Ərik ağacı burada, eyvə ağacına qədər var, hörmətli izləyicilərimiz. Burada da bir dənə bizim xurma ağacımız var. Evimizin giriş hissəsi buradandır. Burada çöldə bir sanuzeli, su qıranı da buradadır. Gülün çiçeğin içində, 5,5 sotun içində. Sağda da burada əl damısı var. Evin arxa tərəfində əl damısı var. Qiymət 143.000 manatdır. Bax, burada oturub çay içməyə yeri də var. Evimizin qabancıqı, bax, burada qəşəng uşaqların yerlənməsi üçün yerlənəcək. Vallahi, bu dənə Yapon əzgili. Həyətdə demək olar ki, olmayan ağac yoxdur, hörmətli izləyicilərimiz. Burada da bir dənə qəşəng ətrafı çıxarmaq üçün yaxşı bir eləyiblər, variantdır. Baxın, həyətin gözəlliyi, sakitliyi, Meştəbə yaxın. Sarayın hündür bir ərazisi. 143.000 manat. Həyatı yaşa, anı yaşa, samavarlı qoy, manqallı qoy, sakitçilik axtaranlar üçün ideal bir yerdir. Əmi də sənədi göstərmişəm. Burada qeydiyyat vərəqəsidir. Qeydiyyata birbaşa düşmək olur, alıq-satq eləmək olur. Keçək indi evlə tanış olmağa. Keçək evimizdən tanış olmağa. Evin də maşallahı var ha. Evin ucu bucağı bilinmir. Bir sanuz yeri burada. Baxın. At deyilmidir. Özü ayaq olsun, böyülüyünə baxın. Bir dənə də buradadır. Özdəki sanuz yerə baxın, hörmətli izləyicilərimiz. Duş kabinası. Bir dənə sərdir, bir dənə cəhdi zəhmət olmasa buradan bir dənə göstər. Burada bax, paltaryanın yerinə qədər üstün mərmər. Çox səviyyəli bir iş görünür. Bu da ki, görürsünüz, samavar. Kim alsa qoyacaq həyətdə, yaşayacaq özü üçün, uzanacaq orada, sərinlik, külək əsir. Bir dənə də var, burada qəşəng bir dənə mətbəximiz var. Qəşəngdir. Təmir elə çoxdan olur. Bir dənə səbəb, bir dənə bunu da göstər. Bu xanımlar ən çox istədiyi şeylərdən biridir. Mətbəxdə yer olsun, əlavə oturmağa, çay içməyə, yemək yeməyə, zal təmiz qalsın. Keçək zalımıza. Bura evimizin zal hissəsidir, baxa bilərik. Çox genişdir, hörmətli izləyicilərimiz. Zaldan əlavə 3 dənə yataq otağı var. Biri burada uşaq yataq otağıdır, çox böyükdür. Böyük yataq otağı kimi də istifadə eləmək olar. Bir yataq otağı da buradadır. Baxa bilərik. Bir yataq otağı da burada. Ümumilikdə 4 otaqlı evdir. Bir dənə də kirayəsi var. O bayırda at deyilmək üçün 150 manata verib kirayə. Balaca otaqlı evdir. Hörmətli izləyicilərimiz, Allah xalanı da satanı xeyrin versin. Bu gözəl evi əldən qaçırmayın.